bir çox insanlar məhəbbətin, diqqətin və qayğının dilənçisi olublar. Onlar məhəbbət dilənçisi, diqqət dilənçisi və qayğı dilənçisidirlər. Niyə görə bu hal baş verir, niyə görə belə olurlar? Çünki adətən biz bu barədə danışmışdıq. Uşaq vaxtında, az yaşda olan vaxtlarında valideynləri tərəfindən ailədə məhəbbət görməyiblərsə, qayğı və diqqət görməyiblərsə, ondan məhrum olduqlarına görə və o boşluqlar yarandığına görə bu insanlar hətta cavandır, qızdır, oğlandır, fərq eləməz, diqqətin, məhəbbətin və qayğının dilənçisinə çevriliblər. Adətən biz cəmiyyətimizdə fikir verib görürük ki, məsələn, sosial şəbəkələrdə hər hansısa bir səhifəni açıb, hər hansısa bir canlı kalan açıb, orada lazımsız hər hansı bir mövzu barəsində, istər qız olsun, istər oğlan olsun, saatlarla, məsələn, özünü göstərməklə müəyyən məsələlər barəsində, yenə deyirəm, lazımsız bir məsələlər barəsində danışıqlar aparır, danışır filan. O neyin göstəricisidir? Bu insan diqqət görmədiyinə görə, diqqət acı olduğuna görə özünə diqqət, belə deyək, o boşluğunu bu özünü sosial şəbəkədə canlı açıb danışmaqla göstərir. Məhəbbət bir növ istəyir oradan, məhəbbətin axtarışındadır, qayğının axtarışındadır. O boşluqlarını, bu üç şeyin əsas boşluğunu bu insanlar özləri üçün axtarıb doldurmaq istəyirlər, bu tələbatlarını ödəmək istəyirlər. Bu bir misal idi. Bunun kimi bir çox misallar çəkmək olar. Məsələn, cavan bir şəxsdir. Baxıb görürsən ki, məsələn, öz avtomobilində, öz maşınında səs gücləndiricini o qədər səsini artırıb ki, məsələn, hər hansı bir musiqidən, hər hansı bir mahnıdan istifadə edir. Səsini o qədər ucaldıb ki, hətta kənardakıları narahat eləyə biləcək dərəcədə ucaldıb səsini. Niyə görə bunu edir? Əslində, o insanın qulaqları yaxşı eşidir. Əgər eşidirsə, özü eşidə biləcəyi qədər səsini yüksəltsin, qulaq assın. Yox, niyə görə belə edir? Əslində, onun diqqətə ehtiyacı var. O boşluğunu doldurmaq istəyir. İstəyir ki, hamı onunla maraqlansın, hamı baxsın ona.